Beyran Bakıda çox yerdə olmayan bir kabab verir. Mən şəxsən bu yaşıma qədər beləsini görməmişdim. Türk köftəsi sevənlər üçün Beyranda kiloluq köftə seti var. Köftələr bax belə fri kartofla servis olunur. Yanında mövsüm salatı, acılı əzmə, çiğ köftə və haydari də verirlər. Puf çörək də öz yerində. Bu setin qiyməti 49 manatdır. Köftələrin sayına baxanda dedim ki, bu qədəri 4 nəfərə də çoxdur. Həqiqətən də hamısını yeyib bitirə bilmədik. Köftənin dadında isə fikirlər bölündü. Aşırı yağlı və spesifik dadına görə xanımlar çox yeyə bilmədilər, amma biz bəylər necə deyərlər gözümüzə təpdik. İnsafən dadlı və keyfiyyətli idi. Sonra Adana beyti kabab gəldi. Biri ətli, biri toyuqlu. Bax belə pomidorlu, biberli və yanında da qatıqla servis edilir. Bundan əlavə setə çiğ köftə, haydari və acılı əzmə də daxildir və qiyməti 22.90-dır. Pendirin və sousun tandemi beytiyə elə bir dad qatıb ki, az qalırdım durum 2 beyti şehirdeyim. Acıların çocuğu Səfiyar acı biberlə eşq yaşayarkən mən də beyti kababdan doymurdum. Həqiqi çox əlaydı. Məclisin cekpotu isə boru kabab oldu. İlk dəfədir kababın bu növünü yoxladım. Mən su borusu, qaz borusu eşitmişdim, amma kababın da borusu olurmuş. Yanında acılı əzmə, çiğ köftə, haydari, mövsüm salatı və fındıqlı hamacun, 2 dənə də ayran verilir. Qiyməti 38.90-dır. Bildiyimiz lülə kababın içi boş formasıdır. İçi boş olsa da porsiyası dolu idi, ona görə də bu seti doyumlu hesab etmək olar. Sonda isə Beyrana özəl qızardılmış dondurma gəldi. Dadını yeyənlər bilir, yeməyənlər üçün isə məsləhət görürəm. Göz haqqınızı halal eləyin, videonu da bəyənməyi unutmayın.